uşaqların sosial təminat hüququ müəyyənləşdirilir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni uşaq hüquqları haqqında qanun layihəsində bu öz əksini tapıb. Layihəyə əsasən uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Dövlət uşaqların sosial müdafiəsi məqsədi ilə ayrı-ayrı kateqoriyada olan şəxslərə sosial yardım göstərir. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə sosial xidmət haqqında Azərbaycan Respublikasının qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir. Yerli özünü idarə etmə orqanları, yəni bələdiyyələr, uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutulan yerli sosial müdafiə proqramları həyata keçirirlər. Bilmirəm, onu görən olub yoxsa yox, şəxsən mən görməmişəm. Burada yazılan sadəcə qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər keçirirlər. Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. Bu boyda əllaməçilikdənsə, bu boyda həngamədənsə, bu uşaqlara bəlli bir məbləğ təyin edilib. Deyək ki, 100 manat, 120 manat, bu civarda hər halda. Bu vəsaiti hər ay ödəmək daha yaxşı olmazdımı? Yəni ki, bilirsiniz, yenə də deyirəm, burada biz dolayısıyla əslində ayrı seçkilik aparmış oluruq. Məsələn, nazir deyir ki, 600 min fiziki məhdudiyyəti olan və s. uşaqlara ayda filan qədər pul verilir. Mən başa düşürəm, heç bir valideyn istəməz ki, onun övladının fiziki məhdudiyyəti olsun, buna görə ödəniş alsın. Yəqin ki, hamı istəyər ki, uşağının sağlamlığı, belə deyək, daha önəmlidir. Amma bir şey nəzərə alın, sabahlar o çağırış vərəqələri, paveska dediyimiz vərəqələr, dəyərli hökumət üzvləri, dəyərli insanlar, o paveskalar sabahları bu sağlam uşaqların qapısına gəlir. Bunu da nəzərə alın. Allah hər kəsin övladına şəfa versin, can sağlığı versin. Amma nəzərə alın ki, dövlət bir pampers belə alıb vermədiyi uşağı sabah əskərə çağıranda, o uşaq o əskərliyə könüllü getmir, elə məcbur gedir. Yəni fikirləşir ki, mənim dədəm məni nisiyə pamperslə böyüdüb, bunlar da mənə vərəqə göndəriblər də getməliyəm də, məcburam. Yəni orada artıq belə bir sevgidən söhbət getmir, başa düşdünüz? Yenə də deyirəm, hər kəsin övladı tək sağlam olsun. Amma mahiyyət budur ki, əsas məzmunla ibarətdir ki, yəni, nə bilim, siz məhəllə marketlərində siz olmuşsunuz, kənarlarda, mən ümumiyyətlə çalışıram ki, məhəllə marketlərdən də ticarət edeyim, o obyektlər yaşasın. O məhəllə marketlərində girəndə görürsünüz, sağda bir nəfər dayanır həmişə. Deyir, siz narahat olmayın, alın gedin, mən gözləyərəm. O alın gedin, gözləyərəm deyən bilirsiniz kimdir? Gəlib nisiyyə çörək alacaq, məhəllə marketindən alırlar da onu adətən. O böyük marketlər vermir axı. Ya oradan bir 10 dənə yumurta alacaq, aparıb uşağının səsini kesəcək. Sadəcə onu sənin yanında o borcu nisiyəni istəməyə utanır. Deyir, görürsünüz, siz narahat olun, mən tələsmirəm deyil. Sadəcə gözləyir ki, bir məqam yaransın, o dükançıdan o nisiyəni istəsin. Dəfələrlə mən o şeyi müşahidə eləmişəm və bilirəm ki, o nəyə görə olur. Və sən o cür uşaq böyüd, sonra da olmur da, yəni bəzi şeylər var ki, dəyərli dostlar, ədalət yaxşı şeydir axı. Mən başa düşürəm, dövlət o, belə deyək də, səhhətinə problem olan uşaqlara diqqət göstərməlidir, qayğı göstərməlidir və s. və yaxır. Amma bu, sağlam uşaqla bəlli bir meyar qoyun, deyək ki, məsələn, ailə üzvlərinin minimum əmək haqqı səviyyəsində gəlir olan ailələrə bu uşaqlara uşaq pulu adı ilə bir şey verin də. Yəni bunun artıq illərdir, 2006-cı ildən uşaq pulu kəsilib, belə deyək, səhv eləmirəmsə. 2006-cı ildə biz uşaq pulu dövlət olaraq verəndə dövlət büdcəmiz 1 milyard idi təxminən. İndi 35-40 milyarddır. O 40 milyarddan uşaq pulu düzəldib verə bilmirik. Amma 1 milyarddan onu düzüb qoşub verə bilirdik.
Düzdür, pulun ekvivalenti, inflyasiya, devalvasiya, digər şərtlər də var. Amma yəni 40 milyardlıq büdcədən uşaq pulu nətər düzüb qoşub vermək olmur? Nətər olur? Nazirin o uşağa gedir, nə bilim, filan şeydə 1 milyonluq saat ötürür. Yəni, bunun nəsə bir yolu var da. Və yaxud da hansısa büdcə vəsaitlərindən profisit deyilən bir şey yaranır. Məsələn, profisit nədir? Mən sizə deyim. Tutaq ki, bu il 100 milyon filan şeyə pul ayrılıb, onun 50 milyonu xərclənib, 50 milyonu qalıb büdcədə. Onu təkrar niyə büdcəyə qaytarırsan ki? Onsuz da o pul ayrılmışdı da. Onu tamam bir dəfəlik ödəmə şəklində paylayın bu uşaqlara. Bunu da eləmək olar. Ən azından sabahları dövlət deyə bilər ki, mənim gücüm buna çatdı da, yəni bir dəfəlik ödəmə şəklində elədi.